Limandan heç çıxmayan gəmi özünü batmaqdan sığortalaya bilər, amma gəmi olmağın mahiyyətini də itirər. Utancaq şəxsiyyət pozuntusunun mərkəzində qüsurluluq hissi dayanır. Məndə qəbul edilməyəcək nəsə var. Ancaq insan sosial varlıqdır və aid olmaq, başa düşülmək, görülmək kimi ehtiyacları var. Filosof Martin Buber bunu belə ifadə edirdi. İnsan mən olmaq üçün sənə ehtiyac duyar. Başqa sözlə insan özünü başqaları ilə münasibətdə tanıyır. Əslində yeni mühitdə sıxılma, tənqiddən xoşlanmamaq, rədd edilməyi istəməmək hər insanda ola biləcək normal vəziyyətlərdir. Ancaq bu vəziyyət davamlıdırsa, elastiklik yoxdursa, müxtəlif həyat sahələrinə yayılıbsa və ən əsası həyat funksionallığını pozursa, o zaman şəxsiyyət pozuntusu hesab olunur. Bu struktur həm də gizli perfeksionizmlə əlaqəlidir. Tam hazır olanda ortaya çıxaram, özümü tam güclü hiss edəndə danışaram. Amma həyatın paradoksu da məhz budur. İnsan mükəmməl olduqdan sonra görülmür. İnsan görülə-görülə inkişaf edir. O isə sanki öz-özlüyündə qərar verib, əgər məni görməsələr, məni yaralaya bilməzlər. Bu qərar qısa müddətli güvən yaratsa da, uzun müddətli nəticə ürək açan olmur. Çünki görünməyən insan sevilə, tanına və qəbul edilə bilmir. Beləcə sistem insanı qorumağa çalışarkən onu həyatdan uzaqlaşdırır. O oyuna girməsə, uduzmayacağını düşünür və bu məntiq ilk baxışda ağıllı görünür. Amma oyuna girməyən insan qalib də gələ bilməz. Utancaq şəxsiyyət pozuntusu olan insan sanki məzəli güzgülər salonunda yaşayır. O özünü daim başqalarının gözündən görməyə çalışır. Amma bu güzgülər görüntünü təhrif edirlər. Təbiətdə marallar təhlükə hiss edən kimi meşənin dərinliyinə çəkilirlər. Bu onların sağ qalmasına kömək edir. Amma əgər maral ömrünün sonuna qədər gizlənərsə, cütləşə və sürüyə qoşula bilməz. Dolayısıyla həyatını yaşaya bilməz. Utancaq şəxsiyyət pozuntusunda da müdafiə sistemi sağ qalmağa kömək etsə də yaşamağa mane olur. Onun problemi sosial bacarıqlar deyil, öz qüsurlarını yaşamaq hüququnu itirməsidir. Paranoidlərdən və narsistlərdən fərqli olaraq utancaq şəxsiyyət pozuntusu olan insanlar əziyyət çəkdiklərinin fərqində olurlar və dəyişimə daha açıqdırlar. Sevindirici xəbər isə odur ki, bu problemin tam həlli NAT texnikaları ilə mümkündür. Fikirləriniz çox dəyərlidir.